Əməkdaşımız Rəşad Vəkiloğlu bizi eşidirmi? Salam Rəşad, VUF 13 öz fəaliyyətini necə davam etdirir? Yaxşıdırmı hər şey? Qaydasındadırmı? Nələri görürsünüz? Nələrə şahidlik eləyirsiniz? Eşidirmi Rəşad bizi? Salam Murad, hər vaxtın xeyir. Səni və tamaşaçıları Dünya Şəhər Salma Forumunun keçirildiyi Olimpiya stadionundan salamlayıram. Hansı ki, bugünkü gündəlik haqqında qısa məlumat verəcəm. Bugünkü gündəlikdə şəhərlərin dayanıqlı inkişafı, urbanizasiya problemləri, iqlim çağırışları və mənzil təminatına həsr olunub. Hansı ki, bugün keçirilən tədbirlər, dialoqlar, müzakirələr bu istiqamətdə aparılır. Hazırda isə mən medianın çalışdığı mərkəzdəyim. Hansı ki, bu mərkəzdə 50-dən çox ölkənin 1000-dən çox jurnalisti çalışır. Həm yerli, həm də xarici media nümayəndələri. Hazırda mənim yanımda isə Beynəlxalq Avrasiya Mətbuat Fondunun icraçı direktoru, prezidenti Ümid Mirzəyevdir. Ümid müəllim, mediamız Dünya Şəhər Salma Forumunu necə işıqlandıra bilir? Dünya ictimaiyyətinə biz bu 2 gündə nələr çatdıra bilirik? Zəhmət olmasa. Bilirsiniz, ümumiyyətlə Azərbaycanda bu istiqamətdə bilirsiniz ki, COP zamanında biz COP tədbiri keçirilərkən böyük bir təcrübə əldə edilirdi. Ümumiyyətlə, son illər Azərbaycanda keçirilən tədbirlərin miqyasına görə kifayət qədər əhatəli tədbirlər olur və bunların da beynəlxalq cəmiyyəyə çatdırılması üçün Azərbaycan mediası günbəgün deyək ki, peşəkarlıqla bu deyək ki, gündəmi beynəlxalq cəmiyyəyə çatdırırlar. Siz özünüz qeyd elədiniz, ortalama təxminən 1000 media qurumu deməli bu tədbirdə qeydiyyatdan keçmişdir. Bilirsiniz, bu tədbirə təkcə urbanizasiya forumu kimi baxmaq lazım deyil. Bu forum həm də bir post-münaqişə dövründə bir, deyək ki, yenidən qurma bir modeldir, bir quruculuq modelidir. Əməkdaşlıq platformasıdır bu urbanizasiya forumu. Burada 180 ölkəni təxminən təmsil edən insanlar var. Burada dövlət qurumlarını təmsil edən, biznes strukturlarını, vətəndaş cəmiyyəti qurumlarını təmsil edən çoxsaylı qonaqlar var. Və bunların çoxsaylı müzakirələr həyata keçirilir, bir-birindən fərqli tədbirlər həyata keçirilir və bunların peşəkarlıqla da ümumiyyətlə beynəlxalq cəmiyyəyə çatdırılması üçün burada media bütün imkanlardan yararlanıb deməli məlumatları dünya cəmiyyəsinə çatdırırlar. Mən burada baxıram, indi auditoriya görünür, iş şəraiti ən yüksək səviyyədədir və burada təkcə bu medianın işlədiyi bu zal deyil, bütövlükdə deməli forumun keçdiyi ərazidə hərəkət etməsi üçün, müsahibələr aparılması üçün kifayət qədər şərait yaradılmışdır. O yüzden də mən hesab edirəm ki, urbanizasiya forumu çərçivəsində Azərbaycan mediası, eləcə də bizdə qonaq qismində təmsil olunan media qurumları deməli yetərincə öz üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklər. Mən sizə təşəkkür edirəm, çox sağ olun. Murad, bəli, bütün dünyanın gözü Azərbaycana yönəlib. Çünki ona görə də biz medianın da üzərinə böyük məsuliyyət düşür. Biz bu tədbiri, bu forumu, yəni digər bundan əvvəlki beynəlxalq tədbir olan COP-da da medianın böyük təcrübəsi var idi. Ona görə də ümid edirəm ki, bu 13 beynəlxalq tədbirdə Azərbaycan mediası böyük uğurla başa vura biləcəklər. Murad, əgər başqa sualın yoxsa hələlik məndən bu qədər. Təşəkkür edirəm Rəşad, olduqca dolğun məlumat verdin.